Hər vaxtınız xeyir olsun. Bugün sizlərə statika mövzusundan ağırlıq mərkəzinin hesablanmasına aid sadə bir nümunə üzərində misal göstərəcəm. Gördüyünüz kimi bizim sistemimiz tabor şəklində olan bir materialdır. Tutaq ki, metal parçasıdır və onun eni və uzunluğu verilmişdir və biz eyni zamanda bu fiqura, bu metal parçasına əsasən koordinat sistemimizi təyin etmişik və buna əsasən də bu metal parçasının ağırlıq mərkəzini tapacağıq. Ağırlıq mərkəzini tapmaq üçün ilk növbədə baxırıq metal parçasına, görürük ki, mürəkkəb quruluşa malik bir fiqurdur. Mürəkkəb quruluşa malik bir fiqurun ağır mərkəzini hesablamaq üçün e, ən əlverişli üsul həmin cismi sadə fiqurlara e, bölmək lazımdır. Daha sonra hər bir sadə fiqurun x oxuna və y oxuna görə ağırlıq mərkəzini tapmaq və həmin fiqurların sayəsini hesablamaq lazımdır. Və biz baxırıq ki, bizim metal parçamız tabor formasındadır. Yəni iki düzbucaqlının birləşməsindən yaranmış bir sistemdir. O zaman biz bu iki düzbucaqlını bir-birindən e, nəzəri olaraq ayıracağıq. Yəni bu formada ayırsaq, o zaman bizim bu ümumilikdə metal parçamız iki düzbucaqlı metal parçasından ibarət olacaq. Bunu birinci düzbucaqlı adlandırsaq, bunu da ikinci düzbucaqlı parça adlandırsaq, hesablamamıza başlaya bilərik. İlk növbədə birinci düzbucaqlı metal parçamızdan hesablamağa başladıqda x oxuna nəzərən və y oxuna nəzərən mərkəzini tapmalıyıq. Demək, düzbucaqlı fiqurun x oxuna görə mərkəzi koordinat sisteminin başlanğıcından həmin fiqurun mərkəzinə qədər olan məsafədir. Yəni, ümumilikdə bu düzbucaqlının e, uzunluğunun yarısına bərabər olacaqdır. Düzbucaqlının uzunluğu 120 santimetrdir. Yəni, x1 bərabərdir 120 böl 2. Yəni, x oxuna nəzərən birinci fiqurun x oxuna nəzərən mərkəzi 60 santimetr olacaqdır. İndi isə y oxuna nəzərən bu düzbucaqlı parçanın mərkəzini tapaq. Yəni, y1 bərabərdir. Ağırlıq mərkəzi deməli, koordinat başlanğıcından başlayaraq həmin fiqurun yarısına qədər olan hissəyə deyilir. Yəni, sıfır başlanğıcından həmin fiqurun alt hissəsinə qədər olan məsafə 120 santimetrdir. 120 plus bir də həmin fiqurun yarısına qədər olan məsafə nə qədərdir? 30 santimetr ümumi hündürlüyüdür. 30-un yarısı 15. Yəni 30 böl 2. Demək, birinci fiqurun y oxuna nəzərən mərkəzi 135 santimetrdə olur. Növbəti isə bu düzbucaqlı fiqurun sahəsini hesablayacaq. Düzbucaqlı fiqurun sahəsini də bilirsiniz ki, tərəflərin hasili ilə tapırıq. Yəni 30 vur 120. 30 vur 120. O da bərabərdir 3600 santimetrin kvadratı. Beləliklə, birinci fiqurun x oxuna, y oxuna nəzərən mərkəzini və fiqurun sayəsini hesablamış olduq. İndi isə ikinci fiqura keçək. Yəni, x2-ni tapacağıq. İkinci fiqurun x oxuna nəzərən mərkəzi. Demək, koordinat başlanğıcından başlayaraq bu fiqurun mərkəzinə qədər, yəni tən yarısına qədər olan məsafə nəzərdə tutulur. Sol hissəyə qədər olan məsafə 45 santimetrdir. 45 plus bu fiqurun eninin yarısı, yəni 30 santimetrin yarısı edir 60 santimetr. İkinci olaraq bu fiqurun y oxuna nəzərən mərkəzini tapırıq. Yəni, koordinat başlanğıcından başlayırıq. Bu fiqurun uzunluğu 120-dir. 120-nin yarısı bizə
ikinci fiqurun Y oxuna nəzərən mərkəzini verəcək. Yəni 120 böl 2. Bu da 60 santimetr edir. Bir də həmin ikinci fiqurun sahəsini hesablayacaq. Yəni A2 bərabərdir 30 vur 120. Bu da edir 3600 santimetrin kvadratı. Beləliklə biz hər iki sadə fiqurun x oxuna və y oxuna nəzərən mərkəzlərini tapdıq və hər bir fiqurun sayəsini hesabladıq. İndi isə x oxuna görə ümumilikdə iki fiqurun birləşməsinin, iki sadə fiqurun birləşməsinin x oxuna nəzərən mərkəzi harda yerləşir? Onu tapmaq üçün sadə bir düsturdan istifadə edəcəyik. X bərabərdir sigma x i vur a i bölünsün sigma a i'yə bərabərdir. Demək, birinci fiqurun x oxuna görə mərkəzini vuracaq həmin fiqurun sahəsini. Yəni 60 vur 3600. Sonra görün, neçə fiquru varsa o qədər. Yəni burada i o deməkdir. Neçə fiquru varsa o qədər də həmin bütün fiqurların x oxuna görə mərkəzini həmin fiqurun sahəsinə vuracaq. Bir də var bizə ikinci fiqur. İkinci fiqurun x-ına görə mərkəzi x2-ni yəni 60-ı vuracaq A2-yə. Yəni 60 vurulsun 3600 bölünsün sigma AI. Yəni A1 plus A2. A1 plus A2 nə eləyir? 7200. Bu da bərabərdir 60 santimetr. Demək, ümumilikdə bu fiqurun x oxuna görə mərkəzi 60 santimetrdədir. İndi isə eyni qayda ilə y oxuna görə hesablasaq, sigma y i vur a i böl sigma a i bərabərdir. Demək, y1-i vuracaq A1-ə. Y1-imiz 135-dir. A1-imiz 3600-dür. Plus y2-ni vuracaq A2-yə. Yəni 60-ı vuracaq 3600. Böləcəyik A1 və A2-nin cəminə. Yəni 7200. Bu da bərabərdir 97,5 santimetr. Demək, x-y koordinat sisteminə görə bu tavır şəklində olan metal parçasının ağırlığı hara düşür, onu təyin edək. X oxuna görə düşür 60 santimetr məsafədə, koordinat başlanğıcından gəlir 60 santimetr məsafəyə. Demək, 45 bura qədərdir, gördüyünüz kimi. 15-dəki 30 santimetrdir. Bunun neyini? Bunun tən yarısına düşür. Yəni, tam olaraq 60 santimetr bura düşür. X oxuna görə. İndi isə Y oxuna nəzərən baxsaq 97,5. Koordinat başlanğıcından gəlirik. Bu birinci fiqurun alt hissəsinə qədər. Biri 120-dir. Bizdə isə 97,5-dir. Ona görə təqribən gəlib düşəcək bu hissəyə. 97,5. İndi isə bunları qırıq xətlərlə birləşdirdikdə gəlir düşür bura. Beləliklə, bu tavır şəklində olan metal parçasının ağırlığı tam olaraq bu hissədə olmuş olur.
Sistemin ağrı mərkəzinin hesablanması bu formada hesablanır, bu formada təyin olunur.